İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçulu diqqət çəkən açıqlamalar verib. Global Info xəbər verir ki, o Azərbaycanın İrana humanitar yardım göndərməsindən danışıb. Səfir bildirib ki, İrana humanitar yardımı birinci Azərbaycan göndərib. Stat: Bu, ortaq, müştərək mədəniyyətimizdən irəli gəlir ki, dar günlərdə bir-birimizə kömək edirik deyə diplomat qeyd edib. O, humanitar yardıma görə Rusiyaya, eyni zamanda humanitar yardımın çatdırılmasında köməkliyə görə Azərbaycana təşəkkür edib. Qeyd edək ki, Rusiya da İrana tibbi ləvazimatlar göndərib və bunlar Azərbaycan ərazisindən keçib. Bu humanitar yük Rusiya prezidenti Vladimir Putinin göstərişlərinə uyğun olaraq göndərilib. Ümumilikdə İrana 13 ton tibbi ləvazimat çatdırılıb. Xatırladaq ki, İranın Naxçıvana dron hücumundan sonra Bakı-Tehran münasibətləri gərginləşib. Daha sonra İran prezidenti Məsud Pezeşkiyan Azərbaycan prezidenti İlham Əliyevə zəng edərək məsələni aydınlaşdıracaqlarına söz verib. Bundan sonra Azərbaycan İrana humanitar yardım göndərib. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.